heç vaxt yaşamadığım problemlər onda yaşadım. Obyektdən məni çıxartdılar, başa düşmədim niyə. Həm bəlkə də özümün psixoloji problemləri vardı. Normalda bəlkə də onun yoluna qoya bilərdim, amma qoya bilmədim. Çıxdım obyektdən, yer dəyişmələr elədim. Müflis oldum. Maşınımı satdım, kreditə girdim, obyektdən çıxdım. 200.000 manat, indiyənə kimi yadıma gəlir, yəni o civarda 200.000 manat borc əmələ gəldi. Biz bu layihəyə başlayanda mənim 90 manat pulum vardı. Ortağımın ümumiyyətlə pulu yox idi. Adgözalov Kamran, 1993 təvəllüdlüdür. Elit Şərait Kəsmər mağazası şəbəkəsinin təsisçi direktoru. Artıq 15 ildən çoxdur sahibkarlıq fəaliyyətində məşğuluq, amma xırda sahibkarlıq. Və indiyənə kimi 20-dən çox layihəmiz olub, onun 19-u müflis olmuşuq, yalan deməyəcəm. Amma Allaha çox şükürlər olsun. Son müflis olmamızdan sonra heç ümidim yox idi ki, bəs biz yenidən nəsə bir iş görə bilərik də. Bir, insanların güvənsizliyi, iki, özümüzə olan güvənimiz, ki, hansı ki, bunlar həmişə bizə öz işimizdə uğurlu olmağa vasitə olurlar. Öz şəxsi, öz güvənimiz. O belə getmişdi, indi onun yazısında deyəcəm. Mən Vətən müharibəsi iştirakçısıyam. Müharibəyə könüllü qatılmışam və sahibkar olaraq qatılmışam. Ən axırıncı layihəmin ən pik vaxtında ki, 1-2 ildə döşsəydi biz artıq ölkə səviyyəsində bəlkə də sahibkar ola bilərdik. Amma könüllü olaraq qoşulduq ordu sıralarına, döyüşlərdə iştirak elədik. Bununla çox böyük qürur hissi duyuruq. Bunu niyə bildirirəm? Əslində mən bu şeyi sevmirəm. İndi bu gələcək söhbətlərimizə başa düşəsiniz. Çox işlər görmüşük. İndi lap cavan yaşlarından çay evi anlayışı var. Çayxana, çay evi işlətmişik. Rəqs zalımız olub, idman zalımız olub. Ümumiyyətlə biz layihələrə, mən ümumiyyətlə layihəyə lap cavan vaxtlarım necə baxmışam. Xüsusi bir bacarığım olmayıb, xüsusi bir təhsilim olmayıb. Varlı ailədə olmamışıq. Ortada yox, ortadan biraz aşağı ailə olmuşuq. Amma ən önəmli valideynlərim həmişə mənə dəstək olublar. Necə dəstək olublar? Atam maşını satıb, bu işi görmüşəm, batırmışam. Yəni, pis olmaqdan, əksinə mən həmişə tərifləyib ki, problem yoxdur. Bu alınmadı, gələcəkdə alınır. Allah bütün valideynlərə can sağlığı versin. Anam bir dəfə qızıllarını satıb, onunla belə bir layihə gördüm qəşəng. Onu da müflis olduq. Amma müflis olmağımız necədir? Bizim ümumiyyətlə bütün işlərimiz, başladığımız bütün işlərimiz hamısı yəni öz normasında gedib pul qazanmışıq, inkişaf olub. Amma bizim savadsızlıq deyilməyim də, yəni təhsilsizliyimiz həmişə bizə mane olub. Müflis olmağımızın birinci səbəbkarı olub. Təhsilsizliyimiz, savadsızlıq da deməyim. Bir işi bir yerə kimi çatdırmışıq.